Bugün ətdən yarım fabrikatları hazırladım. Tikə ətlərdən belə xırda tikələr qaynatdım. Qəşəng belə tam bişirirəm və böyük tikə ətlərdən elədim. Bunu aşqarası, səbzi qovurma və yaxud da böyük kartoşka ilə jarko qızartmaq üçün edirəm. Bunu isə qulyaj pişirməyə, qreçkanın, makaronun üzərinə, sonra xırda kartoşka ilə, tərəvəzlərlə qovurmağa, hətta salatlara da rahatlıqla istifadə edirəm, didib tökürəm. Bir də ki, su pişirəndə şorbalara da əlavə eləmək olar. Xırda doğrayıram və yaxud da didirəm. Çox qəşəng olur və rahat oluram. İndi bunları yerləşdirəcəm buzluğa. Bir də çəkilməli ətləri də çəkmişəm, dolmalar üçün ayırmışam. İndi birazdan dolmaları bükəcəm. Sütlaçlarımı hazırlamışam. İndi göndərirəm isti hamama. Buxar vandan salacaqlar. Belə gedin. Şuraya getirir. İlk dəfədir bu üsulla hazırlayıram. Fikirləşdim belə eləsəm daha tatlı olar. Nə bilim, özümdən bir şeylər elədim. Amma bilirsiniz ki, mən nəyə var düşünürəm, deyəcəm sizə. Tam hazırlandan sonra. Ama beraberiz. Sen var ya çok sevdalı bir ife var ha. Fadime de tam yanında. Bu da sağ çok fena sevda.